Azerbaycan, Azerbaycan, ey kahraman övladın şanlı vətəni. Salam əziz izləyicilər, sizi Ağamehdi Hadi kanalında yenidən xoş gördük. Mən indi çəkilişimlə o Keçənlər məhəlləsinin qəbristanlığı, Keçən qəbristanlığı deyərlər bura. Burada video çəkirəm, sizə təqdim edirəm. Səbəb nədir? Və həmin bu Keçənlər qəbristanlığının görürsünüz, yola tərəf olan hissəsi qədimdə xan qəbristanlığı adlanardı. Yəni Maştağa xanlarının burada qəbirləri olub, hansı ki indi onlar alt mərtəbədə yatırlar. Üst mərtəbədə indi çox illər, 100 il, 200 il keçib, ona görə də indi yeni qəbirlər salınıb, onların üzərini örtmüşdür. Əgər burada axtarış yaparsaq, görərik ki, xan qəbirləri var burada. Hətta Sovetlər dönəmində burada bir bizim xanımız olub, demək Mehdiqulu xan, Maştağa sakini olub, Maştağa xanı. Yəni Maştağadan çıxan bir xan olub ki, sonradan bu Qarabağ xanı adı ilə məşhur olub, tarixlərdə bu cür göstərilir. Lakin Pənahəli xan da Maştağalıdır, adı yəni Əli xan olub, sonradan pənah apardığına görə Nadir Şah onu öldürmək istəyirdi. Əslində o Nadir Şahın demək bu sərkərdələrindən biri olub. Dərgahqulu xanla Əli xan, Maştağa xanları onun sərkərdələri idilər. Sonradan Əli xanı demək şərləmək istəyirlər, onu gözləri götürmür yəqin ki, bu böyük sərkərdədir kimlərinsə və Nadir Şaha deyirlər ki, o səni demək səni hakimiyyəti demək göz tikib, sənin yervə keçmək istəyir və Nadir Şah da axır vaxtlarda demək olardı ki, hamısına inanırdı və bu cəhətdən də onu öldürmək istəyir və Əli xan əvvəl Xorasan ərazisində, sonra isə ki, orada görür ki, Nadir Şah onu aradan götürəcək, məhv eləyəcək və gedir Qarabağ dağlarına. Orada demək bir qala tikdirir, Bayat qalası. İndi həmin qalanın tör-töküntüləri zənnimcə qalıb. Həmin Əli xan tikdirir bunu, Pənahəli xan yəni adı ilə məşhurdur. Onun oğlu da Mehdiqulu xan axır vaxtlarda Maştağaya gəlir. Oradan demək bilirsiniz ki, o vaxt Çar hökuməti istila eləmişdi Azərbaycanı, hər yerdə daha yaşamaq istəmir orada. Dincə çəkilmək istəyir. Bu səbəbdən də demək Əli xanın oğlu Mehdiqulu xan köçüb yenə öz yurduna Maştağaya gəlir və burada da dünyadan gedib demək burada dəfn olunmuşdur. Sovetlər dönəmində Mehdiqulu xanın sümüklərini gəlib apardılar. Mən bunu valideynlərimdən eşitmişəm. Bu dəqiq bir xəbərdir. Yəni ki, onun nə bilim, onun üçün abidə qoyacaqdılar, neyniyəcəkdilər Ağdam ərazisində. Bu səbəbdən onun qəbrini buradan Ağdam ərazisinə köçürürlər. Yəni çox adamları bu qəribə gələr ki, necə yəni Pənahəli xan, Mehdiqulu xan, bunlar Qarabağ xanlarıdır. Bəli, Sovetlər dövründə bizə bu cürlə təqdim ediblər bunları. Əslində isə bunlar Maştağalıdır. Yəni mən özüm də həmin nesildənəm. Onların bu əhvalatlarını, onların tərcümə hallarını mən atalardan, babalarımdan çox evdə eşitmişəm uşaq vaxtlarımda və indi də onların nəsli davam edir, var Maştağa kəndində yaşayır. Biz bunları çox dəqiq bilirik. İntihası bir gün bunlar bizə qulaq asmırlar, yəni bu tarixçilər, tarix yazanlar. Niyə qulaq asmırlar? Çünki tarix dəyişər, tarixi dəyişdirmək isə çətin bir şeydir. Minlərlə kitablar, milyonlarla kitablar yazılıb, onları dəyişmək çox çətin bir şeydir.
Bəli, bugün dedik ki, bura xan qəbirstanlığıdır. Burada nəinki Maştağa xanlarımız, hətta o zaman hörmətli, xalq arasında tanınmış insanlar da burada dəfn olunublar. Xanların demək qohumları, övladları bu cürlə burada dəfn olunublar. Yəni mən bunu deməkdə məqsədim budur. Əgər kim bura ziyarətə gəlirsə qəbirstanlığa, onların da ruhuna bir fatihə desinlər, bir salavat oxusunlar. Çünki burada böyük insanlar yatır. Azərbaycan tarixini, yəni Maştağa Azərbaycanda fərqinidir. Azərbaycan tarixini yazan böyük insanlarımız, xanlarımız yatır, yəni burada ayağımızın altında. Bu xan nəslindən olanlar da, məsələn, mənim babamın əmisi oğlu, baxın, Axund Müştaba'nın qəbridir bu. Axund Müştaba böyük alim olub, Necəf alim olub. Sonra da Maştağada, sonra da şəhərdə, Bakı şəhərində fəaliyyət göstərmişdir. İndiki Bakı şəhərindəki Cümə məscidi var. Sovetlər dönəmində onu xalça muzey eləmişdilər. Həmin Cümə məscidinin, Bakı Cümə məscidinin axundu olub. Sonradan axundu olub. Axır illərində də elə orada biz 5 mərtəbə deyərik, o ətraflarda yaşamışdır. Burada onun yenə də onun həyat yoldaşı Kimnaz xanım, bu dövlətzadələr ki deyirik, əmioğludurlar onlar da bizimlə. Dövlətzadələr deyirik, həmin onların qəbirləri də burada dəfn olunublar. Mirzə Ağa Dövlətzadə, Mahmud Dövlətzadə, Əhməd qardaşları isə o zaman sürgün olunub. Niyə sürgün olunub? Çünki böyük bir dəstə yığıb Sovet hakimiyyətinə qarşı mübarizə aparırdı. Neçə illər mübarizə aparırdı və sonradan demək həbs olunur, bilinmir hara sürgün olunur, ya öldürülüb, dənizə atılır. Bunu da biz bilmirik. Burada indi onların balaları Mahmud Dövlətzadənin balaları var, dəfn olunublar. Görürsünüz, bax, Dövlətov Ağa Mehdi Nazımoğlu, Cabbar Nazımoğlu, Nazım Mahmudoğlu, Mahmud da Əhməd bəyin, Əhmədin Mirzə Ağanın qardaşları idi. Onun balaları indi burada yatırlar. Yəni bunlar hamısı həmin nəsildəndirlər. Həmin nəsildəndirlər. Xan nəslidir bunlar. Xan nəslidir. Demək torpağın altında deyindi. Xan nəsli nümayəndələr yatır. Bunlar da xan nəslidir ki, indi bu dövrə gəlib çatıblar və indi bu torpağın üstündə görürsən bunların başdaşıları yerləşib. Yəni ki, mənim məqsədim odur ki, buraya gələnlər ayağımızın altında, torpağın altında bütün Maştağa şahları, xanları o zaman dəfn olunublar və bu yerə hörmətlə yanaşsınlar, onların ruhlarına fatihə desinlər. Çox xahiş edirəm onlardan. Sağ olun, gələcək videolarda görüşənə qədər.